senin kemal-i cemaline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu ve es-sena'u lillahi rabbil alemin. Vel akibetu lil muttakin. Summa salatu ve selamu ala Resulillahil emin. A'ni Ebel Kasimi Muhammed. Allahümme salli ala Sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ehl beytihi tayyibin tahirin el ma'sumin. Siyama namusul dahr veliyyel asr. Hüccet ibnil Hasan. Accelallahu Teala feracehu şerif. Ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəhsimiz İsra surəsinin 52-ci ayəsindəydi. Xudavənd Müteal buyurur: "Yevme yed'ukum fetestecibune bihamdih ve tezunnuna illa bistumilla qalila." Buyurur, o gün dəvət olunacaqsınız, çağırılacaqsınız, sizi çağıracaqlar o gün. Fetestecibune, hamılıqla cavab verəcəksiniz. Yəni o çağırışa cavab verəcəksiniz. Məsələn, qiyamət günü bir çağırışla deyiləcək ki, hamınız gəlin, qalxacaqsınız yerdən. Fetestecibune bihamdihi. O misal üçün ərz edirəm ha bunu. Görsən ki, gedirsən Məkkəyə, insanlardır da, məsələn 100 min, 200 min, 500 min insandır Kəbənin ətrafında fırlanırlar. Bəziləri ixlasla deyir ləbbeyk, bəziləri heç bilmir ləbbeyk nədir. Elə o da qoşulub da, qışqıranlara qoşulub. O da qışqırır ləbbeyk, amma heç bilmir ləbbeyk nədir. Bilmir Allah nədir. Bəzi belə. Qiyamət günü də çağıranda muxlislər ki qışqıracaqlar, İlahi gəldik, bihamdihi. Bunlar da qoşulacaqlar onlara. Onlar da deyəcəklər, hamısı Allahu Ekber deyir. Bunlar da Allahu Ekber belənçiyinə. Və təzunnunə, dalıcan, təzunnunə, belə güman edəcəklər ki, illə bistumillah qalillah. Elə bir 5 gündür yatmışıq burada. Daha bilməyəcəklər ki, 5000 ildir məsələn nədir? Ölmüşük. Hamısı gələcək axı. Məsələn, Adəmdən, Həzrət Adəmdən bura 7000 ildirsə, bu günə qədər ölənlər 7000 ildir yatırlar. İndi bunlar çağırılacaqlar. Çağırılanda onlar deyəcək ki, elə bir dünənlər bizi bastırıblar. O niyyətlə hamısı qalxacaq, amma bihəmdihi, Allah həmd etməklə. Onlar ki, xalisdirlər, üləmadır, ariflərdir, övliyadır. Bunlar doğrudan da Allah deyəcəklər. O birisilər də nədir? Qoşulacaq. Hamısı Allah qışqırır, mən də qışqırım. Öləndə axı görüblər ki, ora haqmış. Orada ayılıblar. Sadəcə olaraq da orada fayda yoxdur. Ki, desinlər ki, ilahi biz də varıq. Belə deyil mi? Fayda yoxdur. Müşrikdir, kafirdir, fasiqdir, münafiqdir, fasiddir, facirdir. Bunlara fayda yoxdur. Məgər ki, Xudavənd Müteal iradə eləyə. Kimisə bağışlanmağına iradə eləyə. Xudavənd Müteal bu ayədə 4 mətləbi ərz eləyim keçim. Birinci məsələ budur ki, qiyamət yaddan çıxan şey
deyil. Xudavənd Mütəal buyurur ki, o gün olacaq. Yevmə yəd'ukum fətəstəcibunə bihamdi. Bu o gün olacaq. Dəvət olunacaqsınız, çağırılacaqsınız və siz də cavab verəcəksiniz bihamdihi. Birinci məsələ budur bu ayədə. İkinci məsələ mömin və kafir fərqi yoxdur. Hamısı çağırılacaq. Hamısı gələcək. Möminlər də eşidəcəklər, gələcəklər, kafirlər də eşidib gələcəklər. Üçüncü məsələ burada. Ölənlərin hamısı səna deyəcək. Hamısı həmd eləyəcək. Ölənlər hamısı həmd edəcək. Kafirlər də ya. Amma möminlərə həmdin faydası olacaq, kafirlərə fayda verməyəcək. Yəni mən də burada Allah deyim. Bəlkə keçdi də. Xudavənd Mütəal buyurur ki, xeyr, burada kafirə 1000 dənə həmd desə belə nədir? Keçməz. Amma möminlərə nədir? Fayda verəcək. Dördüncü məsələ, onlar ki deyirlər illə bistumillah qalila, elə bir 5 gündür yatmışıq. Deyir çünki bərzəx qiyamətə nisbət nədir? Kiçikdir. Ona görə o niyyətlə deyəcəklər. İsra surəsi 71-ci ayə, inşallah yetişəcək ora. Ora yevmə nad'u kullu unasin bi imamihim. O gün o gündür ki, nad'u çağırarıq kullu unasin hər bir insanı bi imamihim. Öz imamı ilə. Mən bu bəhsi istəmirəm burada eləyim. Keçək 53-cü ayəyə, inşallah 71-ci ayəyə çatanda o barədə bəhs edərik. Həm də burada istəmirəm təfsirin içinə İmam Zaman ağanın bəhsini salım. Ona görə əhd duası var. O bəhsləri salacağıq İmam Zaman ağa haqqında bəhsləri salacağıq əhd duasına. Çünki adətən təfsir dərsində bu söhbətlər olmur adətən. 53-cü ayə. Xudavənd Mütəal buyurur və qul li'ibadi yəqulu ləti hiyə əhsən İnnəş-şeytanə yənzəğu beynəhum İnnəş-şeytanə kanə lil-insani aduvvən mubina. Çox gözəl bir ayəyə yetişdik. Biraz bəhs edərik haqqında inşallah. Xudavənd Mütəal tövfiq versin. Ayənin mənası belədir. Və qul li'ibadi, ey mənim rəsulum, mənim bəndələrimə de. Allah buyurur ki, mənim bəndələrimə deyinən yəqulu əlləti hiyə əhsən. Desinlər, danışsınlar, yəqulu hiyə. Əlləti hiyə əhsən. Gözəl danışsınlar. Bu qlobal məsələdir bu ayə. Bu günləri həyatımızda biz sosial şəbəkələrdə hətta bəzən üzbəüz söhbətlərdə belə rastlaşırıq. Möminlər bu ayəyə, möminlərin çoxu bu ayəyə riayət etmirlər. Ya görməyiblər, ya bu ayə haqqında eşitməyiblər, ya da bilirlər, amma əməl etmirlər. Deyək 50%, bəlkə 70% möminlər bu ayəyə riayət eləmir. İnşallah açıqlama verək bunu, çünki qlobal məsələdir. Bu günləri bu ayə haqqında möminlər bilməlidirlər və bilənlər bilməyənlərə xatırlatmalıdır bu ayəni. Birbaşa Allah Teala məsələyə müdaxilə edir. Biraz haqqında danışım, bir də tərcümə edəcəyəm. Müşriklər Rasulullah haqqında bəzi nalayiq sözlər deyirdilər, elə deyək. Lazımsız sözlər, kafirlər və müşriklər Peyğəmbər haqqında danışırdılar. İslamın əleyhinə danışırdılar. Möminlər vadar olurdu, onlar ilə onların dilində danışsınlar. Müşriklərin dilində, kafirlərin dilində möminlər vadar olurdular. Onlar məsəl üçün 5 dənə ədəbsiz söz işlədəndə Rasulullah haqqında, bunlar da qayıdıb ikisini işlədirdi. Bildiniz necə? Onlar mərhəmətsiz və rəhimsizcəsinə o kəlmələri işlədirdilər Peyğəmbər haqqında. Peyğəmbərin ətrafı, əshabı haqqında və İslam dini haqqında.
Möminlər də kəsilə-kəsilə qalırdılar ki, yox, cavab verməmək olmaz. Onlar da onların dilində onlarla o ağırlıqda danışırdılar. Belə deyək, üzr istəyirəm, bəlkə söyərdilər, məsələn, ədəbsiz kəlmələr filan. Möminlər də vadar olub cavab verirdilər. Həmən vaxt Xudavənd Mütəal Peyğəmbərə buyurur ki, mənim bəndələrimə deyib bu cür danışmasınlar. Yəni onlar desə özləri bilər, amma möminlər cavabı o cür verməsinlər. Bildiniz? Niyə görə dedim bu qlobal məsələdir? Görürsən ki, sosial şəbəkədə məsələn bir nəfəri qəbul edir. Bir nəfər də o adamı qəbul etmir. Fikri problemləri var ikisinin arasında. Bir şəxs haqqında. Amma iki nəfərin ixtilafı var. Biri belədir, biri belə. Sosial şəbəkədə bunu nə edirlər? Qalxızırlar, qaynadırlar sosial şəbəkədə. Və orada kommentariyalar, şərhlər yazılır və şərhlərdə hər iki tərəf namaz qılan, hər iki tərəfə qıraqdan mömin, elə səqqəli var, xətti, mətdi, bunlar hamısı yerində. Amma kommentariyaya baxıb görsən ki, hamısı fasiqdir. Kommentariyadan fasıq görsən hamısı. Üzr istəyirəm. Bütün nəsl əqrabanı qoyurlar ortaya. Ölüləri bura qatırlar, diriləri bura qatırlar, hətta valideynləri bura qatırlar. Hətta, yenə üzr istəyirəm sizdən, lazım olmayan şəxslər nə barədə ki, o ailənin daxilindədir o şəxslər. Və onlar bizim əqidəmizə görə qorunan tərəflərdir. Ki, onlara söz demək olmaz, filan olmaz, üzr istəyirəm, namusdur, qeyrətdir və s. Ki, onlar toxunulmazdır, əqidəyə görə toxunulmazdır. Bəzi namaz qılanlar bunu sosial şəbəkədə, kommentariya və şərhlərdə qalxızırlar yuxarıya. Baxıb görürsən ki, hamısı fasiqdir. Bu sosial şəbəkə birdən canlıya keçsə, baxırsan, əcəb, bu Allahdan danışır. Namaz vaxtı hamısı qalxdı, namaz qıldı. Ramazan mübarəkdə hamısı oruç tutur. Bəs bu ağızdan tökülən bu söyüşlər nədir? Bu ədəbsizlik kəlmələr nədir və s. Baxırsan belə, ya bu ayəni eşitməyiblər, deyirlər yox, elə belə cavab vermək lazımdır. Ya da eşidiblər, bu ayəyə nə edirlər? Belə deyək, riayət eləmirlər bu ayəyə. Əslində, bunu sizə ərz eləyim. İsra surəsində biz bir neçə ayələri demişik də xidmətinizə. Demişik ki, bəzi ayələr var, beynəlmiləlidir. Yəni, İslam dininə aidiyyatı yoxdur. Beynəlmiləlidir. Yəni, dinindən fərqli olmayaraq, cərəyandan fərqli olmayaraq, məzhəbindən, məsləkindən, təriqətindən fərq olmadan insan belə danışmaz. Yəni, insanlıq insanı qoymur belə danışsın. Buna din lazım deyil. Amma sosial şəbəkədə belə şeylərə nədir? Tez-tez rast gəlinir. Xudavənd Mütəal bunun qabağını alır. Peyğəmbəri buyurur və qul li ibadi, de mənim bəndələrimə, İsra surəsində bəhs eləmişik biz, bəndə iki cürdür də. Bir dəfə təkvini bəndədir, ora hətta Firon da belə daxildir. Əbu Ləhəb belə nədir, Əbu Cəhl belə daxildir. Çünki təkvini, bütün insanlar hamısı zatən bəndə xəlq olublar. Zatən. Yəni onlara da biz bəndə deyə bilərik. Çünki zatən bəndədirlər. Sonra ki yoldan çıxıblar, artıq zatdan əlavə təşri'i nədir? Kafirdir. Yəni, belə deyək, şəriətə əməl etməyib, ağıl çırağını, elm çırağını götürməyib və ağılsız hərəkət eləyib, ağılını kullanmayıb, işlətməyib ağlını, ağılsız hərəkət eləyib, zatən ki bəndə idi, amma təşriən, nə təkvinən? Təşriən çıxdı o bəndəlikdən. Xudavənd Mütəal bu ayədə fitrəti buyurmur. Elə həmən olar ki, mömindirlər. Məsələn, Səlmandır, Miqdaddır, Əbazərdir, Əmmardır və s. Bunlar da, yəni, ki, bəndədirlər. Və ətraf, onların yanındakılar, yəni Rasulullahın yanında, Rasulullah 5 nəfərdən ibarət deyildi ki, orada möminlər də var idilər, amma müşriklərə nalayiq sözlər deyirdilər.
Yenə deyirəm ha, vadar olurdular. Görürdük da bu müşriklər belə nalayiq danışırlar. Bunlar da vadar olurdular. Xudavənd Mütəal buyurdu ki, olmaz. O cür danışmaq olmaz. Bəndə də bu ayəni elə bir qabardıram ki, hətta bu günləri belə nədir? Biz qailik biz buna ki, Quran ta qiyamət anına qədər hökmü gedir. Biz buna qailik də. Qiyamətdən sonra şəfaəti olacaq, yenə işləyəcək Quran. Hətta şikayət belə nədir? Quran eləyəcək. Amma qiyamət anına qədər hökmü hökmdür. Bu mənada ki, hər kəs ayəni eşitdi, əməl etməlidir. Və bu gün də biz bu ayəni eşidiriksə, biz əməl etməliyik. Ki, nalayiq danışmaq olmaz. Hətta o belə danışsa belə. Və qul li ibadi, de mənim bəndələrimə, əlbəttə mənim bəndələrimə ya. Allah Teala buyurur ki, bəndələr mənimdir, ibadi, mənim bəndələrimə yəqulu əlləti hiyə əhsən, danışsınlar, yəni cavab versinlər müşrikə. Demir ha, lal olun oturun. Yox. Amma əlləti hiyə əhsən, gözəl, ona layiq danışır. Amma sən gözəl danış ki, əlləti hiyə əhsən. Dalıcan buyurur ki, Xudavənd Mütəal, bilirsiniz, siz niyə o cür danışırsınız və bəzən özünüzə haqq da qazandırırsınız ki, neyniyimi, mənə vadar elədi, mən bu cür danışdım. Allah Teala buyurur ki, iman əhlinin müşrikin tonunda müşriklə danışması iki səbəbi var. Hər ikisi iblisdir. Buyurur, İnnə şeytanə yənzəğu beynəhum. Həqiqətən də şeytan sizin aranızı nəzğ edir, vurur aranızı. İblis. Dalıcan buyurur, İnnə şeytanə kanə lil insanə adu və mubinə. Buyurur, həqiqətən də şeytan insan üçün açıq-aşkar düşməndir. Mən elan eləmişəm ki, bu sənin düşmənindir. Amma sən nə edirsən? Düşmənin fətvası ilə oynayırsan. Nalayiq sözlər nədir? Ağzına götürürsən. Ədəbsiz kəlmələri ağza götürməyi Xudavənd Mütəal bu ayədə icazə vermir. Yəni biz bunu bilməliyik ki, bunun ayəsi də Quranda var. Burada bir neçə mətləb var, xidmətinizə ərz edeyim. Birinci, müşriklər Həzrət Rəsulullaha ki, ədəbsiz hərəkət edirdilər Həzrət Rəsulullahın qabağında və nalayiq sözlər, ədəbsiz sözlər deyirdilər. Xudavənd Mütəal bu ayəni nazil elədi. Yəni bu ayənin şən-i nüzulu, ayənin nazil olma səbəbi müşriklərlə möminlərin həmən o söhbəti idi. Diyaloq, əslində diyaloqda belə şey yoxdur. İndi diyaloq nədir? Diyaloq iki insan ağılla, elmlə, dəlillə, sübutla qarşı-qarşıya oturub bir-birlərinə söhbət edərlər. Hansı-hansına qələbə çaldı. Sakit-sakit də elə nə edirlər? Söhbət edib çıxıb gedərlər. Daha burada üzr istəyirəm, ölülər rol oynamır, insanın valideynləri rol oynamır, insanın məhrəmləri rol oynamır. Burada da heç nə rol oynamır. Elmdə ağıl. Ağılla elmdə nədir? Heç bir müdaxilə, qıraqdan müdaxilə yoxdur. Yəni, sənin ölün belə-belə olsun, sən nöş belə elədin, bu deyir, sənin ölülən belə-belə olsun. Bunlar nədir? Yoxdur. Diyaloqda belə şey yoxdur. Bunlar əslində istəyirdilər ki, qıcıqlandırsınlar. Müşrik kimdir? Müşrik odur ki, iblisin rolunu oynayır. Düzdür? Müşrik budur da. Müşrik niyə müşrik olub? Ona görə müşrik olub ki, iblisin rolunu oynayıb. İndi bu neynəməlidir? Bunun dili də iblisin, gözü də iblisin, əli ayağı da iblisin, hər şeyi iblisin. Barmağı da nədir? İblisin. Girəcək sosial şəbəkəyə, TikTokdur, nə bilim o birisilərdir. Girəcək barmaqdır, iblisindir də, müşrikdir bu. Bu adam ateistdir. Barmağı ilə yazacaq, şərhlər də aşağıdan gələcək, qıcıqlandıracaq. Allah deyir də, İnnə şeytanə yənzəqu beynəhum. Həqiqətən də şeytan nəzğ edir onların arasında. Yəni insanlar arasında fitnə rolunu oynayır. Bunu iblis eləyir. Sən də o barmaqlarınla nədir? İman əhli.
Başlayır onu danışmağa. Biədəb sözlər, nalayiq sözlər ki, Xudavənd Mütəal buyurur, olmaz. Şə'n-i nüzul budur. Bu ayənin şə'n-i nüzulu budur. Bəzən möminlər müşriklər ilə söhbət əsnasında eyni müşriklər kimi davranırlar. Möminlər müşriklər ilə eyni müşriklər kimi davranırlar. Necə onlar dilləri ilə nalayiq söz və başqa əzaları ilə nalayiq hərəkətlər edirdilər, möminlər də elə onlar kimi edirdilər. İkinci məsələ. İkinci məsələ, yenə ərz edirəm, bu ayə beynəlmiləli məsələdir. Yenə deyirəm, buna insanlıq kifayət edir. Buna din lazım deyil. Nereden deyirlər bizə? Sən namaz qılansan, sən belə etməməlisən axı. Yəni sən etməlisən. Sən namaz qılmırsan, yəni sən olar. Bu namaz qılandır, yəni bunun namaza nə dəxli var? Bunun namaza dəxli yoxdur. Söyüşdür, ədəbsiz kəlmələrdir, ədəbsiz hərəkətlərdir. Bunun namaza dəxli yoxdur. Ona görə ərz edirəm ki, bu ayə nədir? Beynəlmiləlidir. Üçüncü məsələ. Xudavənd Mütəal buyurur ki, şeytan ixtilaf amilidir. İxtilafın amili, yəni insanlar arasında ixtilaf nəyə görə baş verir? İxtilafın amili kimdir? Xudavənd Mütəal buyurur, bu ayəyə görə iblisdir. Həqiqətən də şeytan yənzəqu beynəhum. Şeytan onlar arasında ixtilaf yaradır. Deməli, amil kimdir? Bu iki nəfərin arasında niyə ixtilaf var? Amil iblisdir. Sizə də demişəm mən, mən də ərz eləmişəm ki, ixtilaf iki cürdür. Bir dəfə ixtilaf, bir şey haqqında məlumatın olmaması vaxtıdır. Yəni, elm yoxdur. İxtilafdır. Burada rəhmətdir. Elə ki, ixtilaf elədik, elm aşkar oldu, məlumat haqqında belə deyək, o məlumat məlum oldu, belə deyək, məchul məlum oldu. Məchul ki məlum oldu, qutardı da. Deyəsən qaranlıq deyək. Yox, mən deyirəm işıqdır. İxtilaf var da. Açdıq qabını, çıxdıq bayırı, gördük qaranlıqdır. Elm gəldi. Elm gələndən sonra ikisi də sakit qaldı. İxtilaf oradan götürüldü. Bundan sonra kim ixtilaf edirsə iblisdir. Bildiniz? Ona görə elm gələndən sonra ixtilaf edən iblisdir. Elm gəlməmiş ixtilaf rəhmətdir. Elm gələndən sonra nədir? İblisdir. Allah Teala da buyurur nədir? İnnə şeytana yənzəqu beynəhum. Xudavənd Mütəal dəstur verir, əmr verir ki, ən gözəl formada onlar ilə danışın və niyə Xudavənd Mütəal bunu buyurur, belə deyək. Niyə Xudavənd Mütəal buyursun ki, siz onlara belə cavab verməyin. Onlar ilə bu cür danışmayın. Niyə Allah icazə vermir? Ustad buyurur ki, iki səbəb var. İki səbəbə görə Allah buna icazə vermir. Birinci səbəb. Birinci səbəb budur. İblis vəsvəsə ilə ixtilaf edir və insanların arasında ixtilaf səbəbi ilə düşmənçilik yaradır. Birinci vəsvəsədir. Vəsvəsədən sonra açıq-aşkarda gələcək. Bu əvvəla nədir? Vəsvəsə. Hələ özü yoxdur ya. Hələ fısıldayır. Bir nəfər status qoyub, məsələn, WhatsAppda ya Telegram, haradasın. Status qoyub. Bir nəfər də onun statusunu rəy bildirir. Rəyi bildirmək iki cür olar da. Yazarsan mənim şəxsimə. Yazarsan şəxsimə ki, nəsə o qəbul etmirəm, sənin o fikrini. Biz də danışarıq. İkimiz şəxsidə münasibət yaradarıq. Danışarıq, mən fikrimi çatdıraram, sən deyərsən, düzdür. Düzdür, bəlkə mən səhv eləmişəm. Sən də mənə başa salarsan ki, yox, sən səhvsən orada. Dəlillə, sübutla və məsələ də həll oldu. Bir dəfə də bunu
Çıxartarıq ümumi, qloballaşdırarıq bunu. Şəxsi yox. Ümumi insanlar, TikTok'dur və sair yerlərdə ümumi insanların qarşısına çıxartarıq bunu. Hansı ki 10 min insan, 20 min insan, 50 min insan nədir buna baxacaq. Hə, 2 nəfər burada qıracaq bir-birin, 50 min də seyr edəcək və kommentariya yazacaq. Düzdür? Nə məsələdir? Nə olub? 2 nəfərdən biri bir status qoyub, biri də fikri ilə uyğun gəlməyib. Bunu şəxsidə məsələn həll edə bilərdik. Bəli, 50 min insan qarışdı bir-birinə. Bu tərəfi istəyənlər var. Bu tərəfi də istəyənlər var. Bu biri-birini ki, 2 tərəf var. İçində iblisə uyanlar var. Bu tərəfə nalayiq söz deyəcək. Bu tərəfə nalayiq söz yazacaq. Və burada aləm qarışacaq bir-birinə. Və qıraqdan da kafirdir, müşrikdir, fasiqdir, gülə-gülə seyr edəcək. Ki, bəli, bunlar 15 dəqiqə bundan qabaq məsciddə bir yerdə dirsək-dirsəyə cəmaat namazı qılırdılar. İndi də sosial şəbəkədə nədir? İblisə uyublar. Onlar deməyəcəklər iblisə. Çünki iblisi kafirlə müşrik xatırlatmaz. Niyə xatırlatsın? Çünki özü ona əylə baxır. Onu xatırlatmaz. Sən qabağı ancaq qoyacaq? Namaz. Bu da bizim namaz qılanımız. Bu da bizim məscidə gedənimiz. Bu da bizim dini kitab oxuyanımız. Bu məsələni qoyacaqlar sənin qabağına. Ona görə də insan bu ayəni, bu günləri sosial şəbəkədə, hətta yaz qoy telefonu var. O ustadın cümləsi var idi keçən dəfə demişdik. Ustad bir söz dedi, bir hədis var idi. Bir hədisi götürürdü. O dedi ki, mən möminlərə tövsiyə edirəm filan hədisi yazıb ciblərini qoysunlar. Adətən belə demirlər. Adətən deyirlər ki, mən bu sözü deyirəm, sırğı elə qulağıva. Sırğı hər tərpəndikcə yadıva salacaq, xatırladacaq sənə. Amma bu ustad bunu demədi. Bu ustad dedi ki, bir hədis deyəcəyəm sizə, o hədisi yazın, qoyun cibinizə. Çünki sən hər gün gündə bir 50-60 dəfə əlvi ki cibvə salırsan, pulları çıxartasan, al-ver eləməyə, pullarla qarışıq o vərəqdə çıxsın. Yadıva düşsün ki, bu vərəq nədir? Açıb hədisi oxuyasan, hədis gündə 50-60 dəfə yadıva düşsün. Çox qəşəng söz demiş diyor. Bu ayədə o ayələrdəndir ki, bu günləri biz bunu gözümüzün qabağına qoymalıyıq. Allah Teala 6236 da ayə deyib Quranda. Biz hamısını xatırlamırıq. Və bəzən bəzilərini görə-görə göz yumuruq. Görə-görə göz yumuruq. Amma bu ayə bu günləri elə bir TikTok'a girməmişdən qabaq, nə bilim, WhatsApp'a girməmişdən, Facebook'a girməmişdən qabaq, bu sosial şəbəkəyə girməmişdən qabaq adam bu ayəni oxuyar. Sonra girər sosial şəbəkəyə, da o barmağın iblisə işləməsin. O söyüşlərlə, o ədəbsiz kəlmələrlə və s. barmağın iblisə işləməsin. Ədəbsiz söz yazırsansa, bir ki iblisin qulu olmusan. Allah icazə vermir. Kimin sözü olsa, protezi olsa Allah'dan. Pəs birinci səbəb ki, Xudavənd Mütəal buyurur, gözəl cavab verin, nalayiq söz danışmayın. Birinci səbəb budur ki, şeytan vəsvəsələri ilə insanlar arasında ixtilaf yaradır və cəmaatı biri-birinə vurur. İnnə şeytanə yənzəğu beynəhum. Yənzəğu, nəzğ sözü vəsvəsə deməkdir. Burada bir əqli bəhs var. Mən istəyirəm ki, onu eləyim. O da bundan ibarətdir. İblisin varlığı həqiqi varlıqdır. Xəyali varlıq deyil. İblisin eyni varlığı var. Yəni, eyni vücudu var. Yəni, birdən mümkün olsa əl vurmağa, vurmaq olar. Yəni, bu iblis
həqiqi varlıqdır. Nə xəyali varlıq insanların zehnində. Bildiniz? Yəni varlığı həqiqidir, xəyali deyil. Xəyal nədir? Xəyal budur. Əyləşmişik burada. Gözünüzü yumun. Alma deyən kimi almanın şəkli gəlir. Gözümüzü açırıq amma almanın özü nədir? Yoxdur. İblis bu cür deyil. İblisin çöldə həqiqi vücudu var. Yəni o var. Xudavənd Mütəala onu bir mövcud kimi, bir vücud kimi xəlq edib. Xəyali bir şey deyil. Bu birinci məsələdir. O insanları harama vəsvəsə edir. İkinci məsələ, harama vəsvəsə edir. Yəni bir insan zinaya gedirsə, onun qulağına fısıldayıb onu zinaya aparan həqiqi bir varlıq var. Nə xəyali. Vəsvəsə xəyali vəsvəsə deyil. Həqiqi vəsvəsədir. Niyə? Çünki vəsvəsə edən varlıq ki iblisdir, onun vücudu həqiqidir, nə xəyali. Ona görə vəsvəsəsi də nədir? Həqiqidir. Bu iki. Üçüncü. Üçüncünü əlbəttə onun içində dedim ki, o vəsvəsələr də nədir? Həqiqidir. Deməli, burada əgər iblis vücudu həqiqidirsə, xəyali deyilsə, bu halda vəsvəsəsi də nədir? Həqiqidir. Deməli, iblisin özünün vücudu həqiqi olduğu üçün vəsvəsəsi həqiqi. Əgər bu cürdürsə, bəs amil kimdir? Əməl edən kimdir? Əməl edən nəuzubillah Allah deyil ki. Əməl edən nəuzubillah mələk deyil ki. Əməl edən nədir? Həmən insandır. İnsandan zina çıxırsa, insandan yalan çıxırsa, bu mövcud olan vəsvəsədən irəli gəlib ki, o mövcud vəsvəsə mövcud olan iblisdəndir. Nəinki xəyali. Bunu dəqiq bilməliyik. Ona görə də bu əmələ fitnə deyirlər. Fitnə də Allahdan ola bilməz. Baxmayaraq ki, min indillah ola bilər. Amma min Allah ola bilməz. Min indillah nədir? Min Allah nədir? O da inşallah başqa vaxt bəhs edərik onu. Ən'am surəsinin 121-ci ayəsində Xudavənd Mütəala buyurur: İnnə şeyatinə, həqiqətən də şeytanlar ləyuhunə ilə avliyaihim, öz dostlarına vəhy edirlər. Hətta Xudavənd Mütəala iblislərin dostları ilə danışmağını vəhy adlandırır. Hətta vəhy adlandırır. Yəni Xudavənd Mütəala istəyir buyura ki, yenə sizə deyirəm. Bir, iblisin vücudu həqiqidir. Həqiqi vücuddan vəsvəsə gəlirsə, vəsvəsə də nədir? Həqiqidir. Yəni mövcuddur, vücudu var, vəsvəsənin vücudu var. Yəni birdən sən fikirləşirsən ki, yalan danışmayım sözündə əgər qulağına səs gəlir ki, nə olacaq? Bir dənə yalandır da. Bu nə olacaq? Bir dənə yalandı sözü ki, fikri və vücudu və gəlib, o sözün özünün vücudu var, həqiqi vücudu var. Yəni o vəsvəsə xəyalı deyil. Yəni həqiqətən də pıçıldandı qulağına. Yəni onun vücudu var. Dayını bir-birinə dəyib səs çıxım lazım deyil ki. İblisin buynuzu yox, quyruğu yox. Deyirsən ki, bunun buynuzu var, quyruğu var, mən çaşdırar bu. Bir dəfə demişdim, mən sizə deyir, bir nəfər yuxuda görür. Bir varlıq deyil, belə qəşəng. Sən kimsən? Deyir, mən şeytan. Əlim qoydum, belə baxdım. Getdi fikrə deyir. Bir neçə dəqiqə fikrə gedəndən sonra deyir ki, nə fikirləşirsən? Fikirləşirsən ki, ya mən şeytanam. Bəs hanı bunun buynuzu? Hanı bunun quyruğu? Belə fikirləşirsən?
Bir şeytan barmağını qoydu ağzına, deyir, sus. Qələm düşmən əlindədir. Yəni düşmən məni elə göstərib. Buynuzla, quyruqla. Bildin? Qələm düşmənin əlindədir. Qələm heç düşmənin nədir? Əlində deyil. İblis haqqında elə məsələ özü budur. Həqiqəti budur. İnnə şeyatinə lə yuhunə ilə avliyaihim. Həqiqətən də şeytanlar öz dostlarına nə edirlər? Vəhy edirlər. Niyə? Li yucadilukum. Onlar arasında cədəl yaratsın. Cədəl. Cədəl nədir? Mücadilə. Mücadilə mənası qarşılıqlı fitnə. Bu deyir ona can. O canı ölüm başa düşür. O da qayıdır ona deyir ki, ölüm olsun sənə. İblis ortalıqda can sözünü ölüm kimi çatdırır. Çünki ikisi də iblisə uyanlardır. Bunun ağzından canı, onun qulağını ölüm çatdırır. İkisi də nədir? İblisə uyanlardır. Ona görə diqqətli olmaq lazımdır ki, mən ağzımı açdım, bir söz dedim, iblis ora müdaxilə edir yoxsa yox. Əgər müdaxilə edirsə iblis, məsələ həll edir. Nəticə budur. Həqiqətən də şeytanın vücudu, xarici vücudusu var. İkinci, həqiqətən də vəsvəsəsi də nədir? Həqiqidir. Və kübrası, yəni nəticəsi budur ki, doğrudan da bu vəsvəsə, insanlar arasında olan vəsvəsələr doğrudan da fitnə qalxızandır. Fitnə. Deməli, fitnənin amili kimdir? Amili insandır. Amma həqiqi amili iblisdir. Ona görə adını nə qoyublar? Fitnə. Necə ki, Həzrəti Yusuf əleyhissalamla qardaşlarının arasında iblis oyun oynadı. Yusuf surəsi 100-cü ayə buyurur: Ən-nəzəğə şeytanı beyni və beynə ixvati. Həzrəti Yusuf deyir ki, məni ilə qardaşlarımın arasında iblis vəsvəsə elədi. İndi nə olar? Məsəl üçün, bir atanın 11 övladı olsun, birini çox istəsin. Nə olar? Nəticə etibarı ilə başımızın uzalığıdır. Əgər atamız qardaşlarımızdan birini çox istəyirsə, nəticə etibarı ilə nə deyir? Qardaşımı çox istəyir də. Qardaşımı çox istəyirsə, elə məni çox istəyir də. Necə Benyaminlə Həzrəti Yusufun arasında vəsvəsə edə bilmədi iblis? Niyə edə bilmədi? Çünki ikisi eyni əqidədə idi. Həsəd yox, paxıllıq yox, ikisi də eyni əqidədə. Amma o birisilərlə bunların arasında, Həzrəti Yusufun arasında müdaxilə eləyə bildi iblis. Niyə? Çünki əqidə eyni deyildi. Bunlarda həsəd və paxıllıq var idi, amma bunlarda yox. Həzrəti Adəmin balaları Qabillə Habil. Habil yaxşıdır, Qabil də mənfi. İblis girdi bunların ikisinin ortasına. Bilmirəm məsələ nə idi. Bilmirəm, yəni ki, o tarixi məsələdir, girmək istəmirəm. Deyirlər ki, misal üçün Xudavənd Mütəal buyurur ki, mən təqvalı ilə bitəqvanı seçmək istəyirəm. Hardan bilim ki, bu təqvalıdır, ya təqvasızdır? Buyurur ki, yaxşı, gedin ehsan verin, kimdən qəbul olsa, odur. Həzrəti Habildən Xudavənd Mütəal qəbul elədi, Qabildən qəbul etmədi. Və Qabil dedi ki, Adəmin, yəni atamın ki, belə deyək, müsbət, xoş rəftarı var idi Habillə, ona görə o seçildi. Allah Teala buyurur ki, yox, Allah təqvalıdan qəbul edir. Habil xalis vermişdi. Qabil yox. Gəldi, həsəd yarandı və həsəd də doğma qardaşı neynədi? Öldürdü və bastırdı. Yəni, həsədin nəticəsi budur. İnsan doğma qardaşın belə öldürər. Həsəd hətta insanı atasını öldürməyə qədər aparar.
anasını öldürməyə qədər aparar. Həsəd elə belə şey deyil. Biz həsədi misal üçün çox kiçik bir günah bilirik. Əslində heç də kiçik bir günah deyil. Bəlkə minlərlə dalıcan günah çəkən günahdır. Həsəd. Bu birinci məsələ. İkinci, yəni ikinci səbəb ki, Xudavənd Mütəal buyurur, gözəl danışın. Onlar kimi danışmayın. Birinci nə oldu? Çünki amil iblisdir. Əgər onlar danışdığı kimi siz də danışsınız, deməli aranızı ixtilaf salan iblisdir və bu fitnədir. Mömini Xudavənd Mütəal buyurur ki, nə etmə? Fitnəyə doğru getmə. Yəni onlarla gözəl danış. Bu bir. İkinci səbəb. Şeytan açıq-aşkar düşməndir. İkinci səbəbi. Buyurur, İnnə şeytanə kanə lil insani aduvvən mubina. Həqiqətən də şeytan insan üçün düşməndir, aduvvən. Düşməndir, özü də mubinən. Açıq-aşkar düşməndir. İkinci səbəb budur. Şeytan insan üçün açıq-aşkar düşməndir. İnnə şeytanə kanə lil insani aduvvən mubina. Xudavənd Mütəal bu ayədə şeytan sözünü təkrar eləyib. Çox qəribədir. Çox yerlərdə Quranda Xudavənd Mütəal şeytan sözünü götürməz. Şəxsiyyət əvəzliyi ilə dəyişər. Nadir ayələrdəndir bu ayə Quranda. Nadir ayələrdəndir ki, bir dənə ayənin içində 2 dəfə şeytan sözünü Xudavənd Mütəal götürüb, təkrar eləyib. Deyə bilərdi Xudavənd Mütəal belə. Həqiqətən də şeytan onlar arasında ixtilaf yaradır və o insana açıq-aşkar düşməndir. O deyib keçərdi Xudavənd Mütəal. Amma şeytan sözünü bir də təkrar elədi. 2 dəfə dalbadal şeytan sözünü Xudavənd Mütəal götürdü. Çünki ey insan, düşməninin adı həmişə qabağında olmalıdır. Mən kimi demişəm bu düşmənindir. İnsan da düşməninin adını həmişə gözünün qabağında saxlayar. Ona görə Xudavənd Mütəal mümkündür ki, bu mənaya görə təkrarlayıb. Əraf surəsində 17-ci ayə. Xudavənd Mütəal açıqlama verir. Buyurur, Sümmə ləətiyənnəhum min bəynə əydihim və min xəlfihim. Biz bilirik də 6 cəhət var. Aləmdə hər bir varlığın 6 cəhəti var. Bir sağı, bir solu, bir önü, bir arxası 4, bir aşağı və bir də yuxarı. 6 cəhət. Xudavənd Mütəal bu Əraf surəsinin 17-ci ayəsində 4 cəhətdən danışır. Və buyurur Xudavənd Mütəal, iblis sizi 4 tərəfdən aldatmağa hazırlaşır. İblisin vəsvəsəsi 4 cəhətdən gəlir. Bu ayədə buyurur ki, şeytan, yəni şeytan eləyir. O ayədə buyurur ki, şeytan açıq-aşkar ki, düşmənindir. Mən sənə deyim, ay insan, hardan gəlir? Xudavənd Mütəal istəyir bizə deyir, hardan gəlir bu iblis? Düşmən hardan gəlir? Bütün müharibələrdə kəşfiyyatçılar olur da. Bizdə də Qarabağ müharibəsində Allah şəhidlərimizə rəhmət eləsin. Qaziləri salamat eləsin Xudavənd Mütəal. Kəşfiyyat olur. Hər düşmənin kəşfiyyatı olur. Kəşfiyyat, gecə çıxırlar kəşfiyyata, gedirlər, xəbər götürürlər komandirlərə ki, düşmən nəyə hazırlaşır, necə olur. Kəşfiyyatçılar əsas önəmli məsələdir. Əgər kəşfiyyat olmasa, kəşfiyyat kəşf sözüdür, ərəb sözüdür. Yəni, düşmənin gücünü kəşf etmək, həmləsini kəşf etmək, ha tərəfdən gəlməyini kəşf etmək, hətta düşmən hansı tərəfdən zəifdir, onu kəşf etmək.
İblis birinci kəşfiyyata çıxır insana. İnsanın zəif yerini axtarır. Sağındadır ya solunda, önündədir ya arxasında. Birinci onu. Xudavənd Mütəal bizim düşmənimiz ki iblisdir, onun bizə hücumunu buyurur ki 4 tərəfdən gəlir. 6 cəhətdir, 4-ündən gəlir. İkisindən gələ bilməz, mən qoymuram. Yuxarı mənlə sənin aranda açıqdır. İblis ora girə bilməz. Aşağıdan da girə bilməz. Çünki sən aşağıya baxdın, özünü görürsən. Özünü görən məni tapar. Oradan girə bilməz. Qaldı sağ, sol, arxa, qabaq. Bunu da izahını inşallah Ərəf surəsinin haçansın bəhs eləyəriksə, orada o bəhsə girmirəm. Sümmə ləətiyənnəhum. Özdə Xudavənd Mütəal bu ayədə 4 dəfə əlbəttə sözünü getirib. Sonra əlbəttə, 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 agah ol, insan. Ay insan, ay insan, ay insan, ay insan, ayıl, ayıl. Min beynə əydihim, qabaqdan gəlir. Və min xəlfihim, arxadan gəlir. Və ən əymanihim, sağdan gəlir. Və ən şəmailihim, şimaldan gəlir, yəni soldan gəlir. Və la təcidu əksəruhum şakirin. Əgər bu 4 tərəfdən iblis daxil olsa, buyurur və la təcidu əksəruhum şakirin. Sən onların çoxlarını şükür edən bilməzsən. Şükür 4-cü mərhələdir ya. Üzr istəyirəm, 3-cü mərhələ. İnsan bir şeyə səbr etməsə, nemət ona verilməz. Nemətin verilməsi səbirdən sonradır. Nemət veriləndən sonra insan səbr etmir. Nemət veriləndən sonra insan şükür edir. Deməli, birinci mərhələ səbirdir. Səbr elədin, nemət veriləcək. İnsan da nemətə nə etməlidir? Şükür etməlidir. Şükür edən də möhsindir. Mütləq ehsan edəcək, möhsindir. Xudavənd Mütəal buyurur ki, 4 tərəfdən daxil olur. Həmən vaxt görərsən ki, nədir? Onlar şükür edən olmaz. Bəli, iblis aşkar düşməndir, amma mı da bilə ya. O ki, Xudavənd Mütəal buyurur ki, kanə lil insanı əduvvə mubinə, açıq-aşkar düşməndir. Bunu insan bilməlidir. Bəzən açıq-aşkar gəlmir hiləsi. Bunu bu cümlə ilə bağlayayım. İnşallah qismət olar. Gələn bəhs davam eləmək istəyirəm bu bəhsi. Bunu bilək. İblis 6000 il ibadətin bir dənə Adəmə səcdə etmək, etməməklə yandırıbsa, bizə rəhm etməz. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat. Allahumma salli ala Muhammed